Tez-tez əməliyyat olunmağın, o sənin qınağından, o sənin bədduandan, kiməsə pis baxıb, pis adlandırmağından doğula bilər. İtiraf et qəlbində, Allaha bağışla, məni bağışlanma dilə. Bağışlanmaq istəyirsənsə, gərək bağışlayasan, heç kimi qarşı qəlbində kin saxlamayasan, taleyin hökmü ilə barışasan, sənə xoş, mənə qəbul, bəlkə bir qəlbi incidirsən, məni bağışla demək, etik qaydaya riayət etməlisən və sevindirməlisən ki, sevinəsən, savabın olmalıdır, savabsız əmələ gəlmir. Çünki Quran deyir, kim bu dünyada yaxşı işlər görərsə, yəni savabı bol olarsa, imanı olmazsa, dünyavi əməlləri ona heç bir fayda verməz. Yəni, savabın olub, imanın ləkəli olarsa, o savab sənin karına yetməz. İncil deyir, kim də desə ki, iman sahibidir, onun da savab işləri yoxdur, acı doydurmur, çılbağı geydirmir, yıxılana əl uzatmır, darda qalan harayına yetişmir, o iman da öz-özlüyündə ölüdür. İman, savab bir-birini tamamlamalıdır. Çünki imanın dirəyi dilə gətirilib söylənilməyən ihsandır. Hər gözəl əməl ihsandır. Yəni, burada insana savab mütləqdir. Bir də imanı ləkəsiz saxlamaq ki, sağlamlığa qovuşasan. Yolu budur canım.